Salam əziz abituriyentlər və şagirdlər. Bu gün olan, yəni 15 mart 2026-cı ildə ikinci zonanın buraxılış imtahanının həllərini verəcəm bu videoda. İndi isə vaxt itirmədən keçək sualların həllinə. Baxın, birinci sualda bizə deyir ki, 61-də kəsrini ixtisar edin. Baxın, sürətdəki kvadratlar fərqli, yəni 25A-nın kvadrat çıxılsın, 16 ilə 4-ün kvadratı yaza bilərik. Bu zaman kvadratlar fərqini tətbiq edəsək, 5A çıxılsın 4, 5A üstə gəlsin 4 kimi yazsaq, sürəti, məxrəc də 5A üstə gəlsin 4-dür. Bunlar ixtisar gedir, yerdə qalır nə? 5A çıxılsın 4. Cavab elə burada var, D variantı. Sonra növbəti sual, deməli 62-ci. Bizə deyir ki, burada fx bərabərdir. Deməli 2x üstə gəlsin 3 sürətdədir. Bölünsün x kvadrat üstə gəlsin 2-dir. F3-ü tapın. Sadəcə x bərabərdir 3 qoyacaq yerinə. Yəni f3 bərabərdir. 2 vurulsun 3 üstə gəlsin 3. Bölünsün 3-ün kvadrat üstə gəlsin 2. Sürət eləyəcək 9. Məxrəc eləyəcək 11. 11-də 9 cavab da Y variantıdır. Sonra 63-cü suala baxaq. Bizə deyir trapesiyanın sayısını tapın. Trapesiyanın sayısı nə idi? S bərabərdir. Burada S orta xətt vurulsun H idi. Orta xəttdə nə idi? S. Oturacaqların cəminin yarısı 2 üstə gəlsin 4 bölünsün 2. Bu da eləyəcək 3-dür. Düzdürmü? Hündürlüyü də niyə bərabərdir? 12-yə bərabərdir. H burada yəni 12-dir. Yerinə qoysa S bərabərdir 3 vurulsun 12 eləyəcək 36. Cavab Y variantı. Sonra deməli 64-cü suala baxaq. Deməli A çoxluğu verib, B çoxluğu verib və A çıxılsın B. Yəni A minus B fərqini soruşur bizdən. Yəni o da o deməkdir ki, yəni A-da olsun, B-də yəni olmasın. Yəni sırf A-ya daxil olanlar. B-də nə var? 2 var. 2 atdıq. Sonra nə var? 4 var. Atdıq. Sonra da 6 var. Yerinə qaldı 1, 3, 5. Hansı variantdadır? D variantında. Cavab oldu D variantı. Sonra 65. Bizə deyir burada çox acısı vurğulayın. Baxın 12, bir də 24. İkisində də 12 var. Bir də A kvadrat A. İkisində də A var. 12A-nı mötərizə xaricinə çıxarsam nə qalacaq? 2A çıxılsın 2. Daha doğrusu 2A yox. A çıxılsın 2. Tələsdim. A çıxılsın 2. Bu da hansı variantdır? C variantıdır. Sonra 66. Deyir ifadəsinin qiymətini tapın. Bu da yəni sadə bir sualdır. Nəyə görə? Permütasiya n-nin nə deməkdir? N faktorial deməkdir. Yəni 4-dən 4, 4 faktorial. Deyir 4 faktorial üstə gəlinsin. 3 faktorial deməkdir. Bu da 24 edir. Üstə gəlsin 3 faktorial 6-dır. Edir 30. Cavab C variantıdır. Sonra 67-yə baxaq. Deməli, kosinus 271 dərəcə və tangens mənfi 187 dərəcənin işarəsi müəyyən edilir. Baxın, tangens tək funksiyadır. Mənfi qarşıya atır. Yəni, B nəyə bərabərdir? Mənfi tangens 187 dərəcə. Və 187 dərəcədə hansı rübün bucağıdır? 3-cü rübün bucağıdır. Yəni, 180-dan böyüdür, 270-dən kiçikdir. Ona görə tangens 3-cü rübdə işarəsi nədir? Müsbətdir. Qarşısında mənfi var. Yəni, mənfi müsbətə vuranda nə olur? Mənfi olur, yəni kiçikdir, 0 olur. A da niyə bərabərdir? Kosinus 271 dərəcədir. Bu da neçənci rübün bucağıdır? 4-cü rübün. Niyə görə? 270-dən böyükdür, 360-dan kiçik. Yəni, bu 4-cü rübdür. Yəni, bu qeyd edirik. Bu da nədir? Hər ehtimal 3-cü rüb qeyd edirik. Yəni, burada 4-cü rüb olduğundan müsbətdir. Yəni, A 0-dan böyükdür, B 0-dan kiçikdir. A variantı olacaq cavab. Sonra deməli 68-ə baxaq. İfadənin qiymətini tapan əsaslar eynidirsə qüvvətlər toplanır. Yəni 16-nın üzərində 0,36 üstə gəlsin 0,14. Bu da bərabər 16 üzərində 0,10-da bunlar toplayanda 5 edir. Yəni 16 üzərində bu 2-də 1 deməkdir. O da yəni kökün altında 16 deməkdir. Yəni 16-dan da kök nə çıxır? 4. Cavab ona görə D variantı. Sonra deməli 69 düzbucaqlının diaqonallarının sayını tapın. Əslində çoxbucaqlının diaqonallarının sayı düstur nə idi? N vurulsun n-3 bölünsün 2-yə. Yerinə qoya da bilərsiniz. N bərabər 4 bucaqda tərəf neçədir? 4-dür. 4 vurulsun 4 çıxılsın 1. Yəni 3 daha doğrusu 1 edir. Bölünsün 2 edir 2. Və yaxud da burada saya da bilərsiniz. Yəni 4 bucaqlıdır. Biri budur məsəl üçün.
A, B, C, D. Digəri budur. Yəni bundan başqa yoxdur. Hamısı təkrarlanır. Yəni A'dan C'yə 1-dir, C'dən A saymır. Sonra 70. Bizə deyir ki, A və B çoxluqları üçün B daxildir A. Yəni B A-nın ad çoxluğudur. A-nın elementlərin sayı 9-dur. B-nin elementlərin sayı 4-dür. A çoxluğundan təsadüfən seçilən 2 elementin A fərq B-yə çoxluğuna daxil olması hadisənin ehtimalını tapın. İndi gəlin baxaq. Bu o deməkdir ki, məsələn bu A çoxluğudursa, bu da məsəl üçün daha üstü yerlərini dəyişik yazdım. Baxın bu B çoxluğudur, düzdür? Bu da yəni A çoxluğudur. B çoxluğunun elementlərin sayı neçədədir? 4 dənədir. Onda A minus B-də, yəni B-yə daxil olmayan burada 5 dənə çoxluqda element var. Bizə deyir təsadüfən seçilən ikisinin, yəni A minus B-yə daxil olmalı. Burada birinci gəlin nə edək? Birinci ümumi halların sayını tapaq. Ümumi halların sayı nədir? Yəni mümkün halların sayı. M bərabərdir. Kombinizon neçədə burada element var? 9-dən ikisi. O da 9 faktoriyel bölünsün 9 çıxsın 2, 7 faktoriyel vurulsun 2 faktoriyel. O da eləyəcək 45 eləyəcək burada. Çünki 45 yox. Dəqiqə 36. Yuxarı 8 vurulsun 9 bölünsün 2 qalacaq. O da eləyəcək 36. N də 55 halların sayına nəyə bərabərdir? 5 dənədən ikisi. O da nəyə bərabərdir? 5 faktoriyel bölünsün 3 faktoriyel vurulsun 2 faktoriyel. O da eləyəcək 5 vur 4 bölü 2, o da eləyəcək 10. PA hadisəsinin ehtimalı nəyə bərabərdir? N bölünsün M. Deyədir, aydındırmı? Bu da nəyə bərabərdir? 10 bölünsün 36, o da eləyəcək, deməli, 18-də 5 cavab oldu. Burada A variantı. Amma daha qısa necə ola bilər? Bunun daha sadə yolu var, şərti ehtimalı. Şərti ehtimal odur ki, baxın, deməli, şərti ehtimal odur ki, baxın, tutaq ki, bizə demir, sırf A minus B-dən 2 də element seçilsin. Birinci nəyi də burada element var? 9 dənə. 9-dən birinci A minus B fərqinə daxil olma sayı nədir? 5 dənədir. Yəni birinci 9-dən 5 də ola bilər də bu A minus B fərqinə daxil olunan sayı. Sonra vururuq, yəni birini çıxartdıq. Yerdə neçə qaldı? 8 element var. 8 elementlərin də bizə neçəsi lazımdır ki, burada 5 dənədir. Birini götürdük, 4 dənə qaldı və yerdə də ümumi nə qədər? 8 daş var. Ona görə 8 buradadır və 55 nə qədər? 4-dədir. Bu da nəyə bərabərdir? 72-də 20, 4-ə bölsə 18-də 5 qurtaracaqdır. Bu daha rahatdır, amma bunu çox şagirdlər görmür. Ona görə də yəni yuxarıdakı yolla edirlər. Sonra buna baxaq. Bizə deyir ki, 71. Dördüncü bir də yerləşən A nöqtəsindən apsis oxuna qədər olan məsafə 4-ə, oradan oxuna qədər olan məsafə isə 6-ya bərabərdir. A nöqtəsinin koordinatlarını tapın. Gəlin bir koordinat sistemi çəkək. Bura 4-cü A nöqtəsi, bura götürək. A'dan deyir ki, deməli, bura Y-dir, bura X-dir. A'dan X oxuna qədər məsafə, yəni buradan bura qədər məsafə 4-dür. Y oxuna qədər məsafə də nəyə bərabərdir? 6-ya bərabərdir. Baxın, bu nöqtənin koordinatı nədir? X, Y-dir də. X buradır, Y də buradır. Düzdür, yəni Y. İndi baxın, o nöqtə bu Y oxundan 6-ya qədər məsafə ilə bu 0 nöqtəsindən X-ə qədər məsafəyə bərabərdir. Yəni burada bu məsafə demək nəyə bərabərdir? 6-ya bərabərdir. Onda X-in koordinatı X bərabərdir 6-dır. Həmçində buradan, yəni X oxuna qədər məsafə 4 demir bizə bu poza. Onda demək O-dan bu Y-ə qədər məsafə 4-dür. Amma əks istiqamətlə yerləşdiyindən müsbət 4 yox, mənfi 4 olacaq. Yəni burada olacaq mənfi 4. Ona görə Y bərabərdir mənfi 4. Cavab 6 mənfi 4 C variantı. Sonra buna keçək. Deməli, burada ABC üçbucağında bucaq C 90 dərəcə olarsa, kosinus alfa vursun tangens beta. Kosinus alfa nəyə bərabərdir? Bitki katetin kosinus alfa. Bitki katetin A-nın C-yə olan nisbəti. Tangens beta nəyə bərabərdir bəs? Tangens beta qarşı katetin A-nın B-yə olan nisbətinə bərabərdir. Bunların da hasili A bölünsün C vurulsun A bölünsün B bərabərdir. A-nın kvadratı bölünsün BC. Cavab oldu B variantı. Sonra
Deməli 73-ə baxaq. Deməli bu 73-də. Aha. 73-də də bizə deyir ki, kosinus 20 dərəcənin qiyməti A-dır. Sinus deməli 10 dərəcəni hesablayın. Baxın. Bu əslində yarım arqument düsturudur. Yəni nəyə görə? Sinus tutaq ki, alfa nəyə bərabərdir? Kökün altında 1, daha doğrusu sinus alfa bölünsün 2-dir burada. Sinus alfa bölünsün 2 nəyə bərabərdir? 1 çıxılsın kosinus alfa bölünsün 2. Yəni burada alfa bərabərdir 20 dərəcədə. Yəni sinus 10 dərəcə bərabərdir 1 çıxılsın kosinus 20 bölünsün 2. O da bərabərdir 1 çıxılsın A bölünsün 2. Deməli olur D variantı. Sonra keçək növbəti suala deyir. Oturacağının perimetri 15 olan yan tili isə 9 olan düz prizmanın yan səthinin sayısı. Bu da düsturdur. S yan nəyə bərabərdir? P oturacaq. Vurulsun H-da, yəni til həm də hündürlüyə bərabər düz prizmada. Ona görə də 15 vurulsun 9 eləyəcək. Deməli 90 üstə gəlsin 45, 135. Sonra 75. Uzunluqları 50 və deməli, daha 50 yox, 300 metr və 500 metr və 300 metr olan iki tüneldən birincinin son nöqtəsi ilə, yəni birincinin son nöqtəsi buradır. Əslində burada göstərir, yəni ikincinin başlanğıc nöqtəsini başlanğıc nöqtəsi arasındakı məsafə 15. Yəni buradan bura qədər məsafəni deyir ki, yəni bura qədər məsafə. Yəni 15 kilometr. O da göstərir xəritədə. Xəritədə yox, bu məsələn şəkildə. Və bizə deyir ki, uzunluğu 200 metr və sürəti 64 km bölünsün saat olan qatar birinci tünelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tüneldən tamamilə çıxar. Burada diqqətli olun, tamamilə çıxar. Yəni tutaq ki, qatarın uzunluğu bu qədərdir. Yəni məsələn bu idi. Yəni qatarın burada uc hissəsinin çıxmağı deyil. Qatar tamamilə çıxsın. Yəni qatar belə tam çıxsın. İndi fikir verin, burada nəyə diqqət etməli? İndi burada bir nüans var. Yəni birinci qruplar çox vaxt buna aid məsələ işləyirlər deyə onlar daha təcrübəli olur. Baxın, qatar buradan daxil oldu. Bu hissə yoxdur. Tunel başlandı. Çıxanda tam çıxması üçün qatar tam çıxanda sonu da tam çıxmalıdır. Yəni indi baxın, buradan bura qədər olan məsafə nə qədər olacaq? Yəni 500, 15 kilometr, 300. Bir də burada qatarın uzunluğu 200 olacaq. Yəni ümumi toplayanda 15 kilometr üstə gəlsin 0,5 üstə gəlsin kilometr. Bunlar kilometrdə ya 0,3 üstə gəlsin 0. Üzrsən deməli 0,2 bunun hamısı kilometrdir. Bərabər eləyəcək 16 kilometr. Deməli uzunluq 16 kilometr olacaq. Zamanı tapmaq üçün T nəyə bərabər? S bölünsün V-yə. Deməli 16 kilometri böləcəyik. Deməli 64 kilometr bölünsün saata. Bu da nəyə bərabərdir? 4də 1. Aha, burada zamandır. 4də 1 nədir vahidi? Saat. Aydındır. 4də 1 saat. 1 saatda neçə dəqiqədir? 60 dəqiqə. Və bizdə deyir ki, neçə dəqiqə sonra çıxar? 1 saatda 60 dəqiqə olduğundan 4də 1 vuracaq 60-a, o da eləyəcək 15 dəqiqə. Sonra keçək növbəti suala. 76-cı sual baxaq. Deyir, tənliyinin kökə hasilini tapın. Baxın. Deməli, loqaritmi bir də xatırla etməkdir. A əsasının x bərabərdir B tənliyində x bərabər A-nın üzərində B. Onda buradakı ifadə nəyə bərabər olacaq? 2-nin yəni kubuna. Yəni 2-nin kubu da nəyə bərabər? 8-ə. Yəni loqaritma 2 əsasından x, bu da kvadratı. Çıxarsan 3 loqaritma 2 əsasdan x üstə gəlsin 4 bərabərdir neçəyə? 8-ə. Burada da əvəzləmə desək, loqaritma 2 əsasdan x bərabərdir 1 t desək, t'nin kvadratı çıxarsın 3t, üstə gəlsin 4 bərabər 8, buradan da t'nin kvadratı çıxarsın 3t, çıxarsın 4 bərabər 0, bir teoreminə əsasən t1 üstə kökləri cəmi 8-dir, daha doğrusu 8 yox, 3-dür, cəmi də hasildə mənfi 4-dür. Bu da nəyə bərabər? T bərabər 3-dür, bir də t bərabərdir mənfi 1-dir. T də nə demişdir? Loqaritma 2 əsasdan x bərabər 3-dür, bir də loqaritma 2 əsasdan x bərabərdir mənfi 1-dir. X nəyə bərabər? 2-nin kubuna, yəni 8-ə, bu x1 olsun, x2 də nəyə bərabərdir? 2-nin üzərində mənfi 1, o da eləyəcək 2-də 1.
Daha doğrusu burada diqqətsiz oldu. Burada 4 idi. Çünki köçəri cəmi 3-dür. Hasili -4-dürsə, deməli 4-dən -1-dir. Orada diqqətsiz elədim. Burada olacaq 4, burada 16. 16 ilə 2-də 1, 16 ilə 2-də 1-ə vuranda bərabərdir 8-ə. Sonra buradakı həllə səhvdir, yəni buna fikir verməyin. Deməli, burada nə edirik? Deyir, bərabərsizin tam əllərinin cəmini tapın. Bu bərabərsiz həll edək, yəni köçəri nədir? Köçəri hasili -7-dir, cəmi də 6-dır. Deməli, x1 bərabər biri 7-dir, digəri də -1-dir də. Ədəd oxumda qeyd edəsək, bura -1-dir, burada 7-dir. Burada fikir verin, bu x kvadratın hamısı nədir? 1-dir, müsbət. Ona görə müsbət, mənfi müsbətdir. Deməli, mənfi araq nədir? X daxil olacaq, -1 ilə 7. Bunu da ödəyən tam əllərin cəmini tapın. 0 üstə 0-dır, 1-dir, 2-dir, 6-dır. Və bunların da cəmi neçə idi? 21 idi. Cavab 21. Sonra 78-ə baxaq. Deyir ki, qiymətini tapın. Baxın, burada loqaritma 100-ün qiyməti nəyə bərabərdir? Loqaritma LC 100-ün qiyməti. O da nəyə bərabərdir? LC 10-un kvadratı edir 2-dir. 7 üstünə 2 gələndə burada eləyəcək 9. 9-dan yəni kök alanda 3 eləyəcək. Loqaritma 3-də 3 nəyə bərabərdir? 1-dir. Yəni buradakı ifadə 1-ə bərabərdir. 14 üstünə gələndə 2. 14 üstünə gəlsə 2. 16-dır və kökün altında 16-dır. Nəyə bərabərdir? 4-ə. Sonda nə qaldı? Loqaritma 2-də 4, o da bərabər 2-dir. Cavab ona görə 2-dir. Sonra keçək 79-cu suala. İndi bulasın bir dəqiqə. Yetmiş dokuzda bizə deyir ki, katetləri 6 və 8 sm düz bucağı, 3 bucağın böyük katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sayəsini tapın. Yəni, böyük katet neçədir burada? Bir dəqiqə. Böyük katet burada 8-dir. Bu düz bucağı, 3 bucağı belə deyil. Yəni, bir dəqiqə. Bu 8-dir, bura 6-dır. Bu fırlanmasından alınan fiqur nədir? Konusdur. Deməli, onda bunun oturacağın sayısı nə olacaq? Daha doğrusu oturacağın radiusu nə olacaq? Digər katetdir, kiçik katet. Aydındır. Yəni, bura 8 buradırsa, onda 6 bura olacaq. Onda doğranı da 10 olacaq. Bura 10-dursa, radius 6-dırsa, yəni kosinus yan səthinin sayısı nəyə bərabərdir? Pi L. Deməli, pi vurulsun, 6 vurulsun 10, o da eləyəcək 60 pi. Sonra, deməli, 80-ci suala baxaq. 80-ci sualda bizə deyir ki, Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Yanvar ayında onun əmək haqqısı yəni 1400 manatdır. Fevral ayında isə 1560 manat oldu. O fevral ayında, yanvar ayındakindən neçə ədəd çox filtr satmışdı. Baxın. Deməli, bu 250 manat nədir? Filtrin qiymətidir və deməli, Samirin gəlin indi burada tapaq görək ki, bir məhsuldan neçə manat, yəni bonus alır. 4% qədərdir. 250-nin 4%-ni tapsaq, 4-ə vurub 100-ə bölsək, bu da nəyə bərabərdir? 1000 bölünsün 100 edir 10 manat. Deməli, Samir bir məhsul satışından 10 manat pul əldə edir. İndi bunun fevralda maaşı nə qədərdir? Deməli, 1400 manat. Yəni, 1400 manatda necə olur? 1000 manat bunun maaşıdır 1000.
Üstünə gəlirik satdığı nə qədər satıb x sayda. Tutaq ki, fevralda. X sayda fevralda satıbsa əgər, bu x-i vuracağıq bonus. Məsələn 10 də məhsul satıbsa, hər məhsuldan məsəl üçün deyirəm 10 manat əldə edibsə, onda fevral ayında 100 manat bunun pulu vardı. Yəni satdığı məhsulu sayın, vuracaq onun nəyinə? Yəni bonusuna. Burada x sayda bilmirik axı. X-i vuracaq, yəni deməli x sayda və o hər birindən deməli 10 manat deyil. X-i vuracaq 10-a. Yəni ümumi bonusların sayı bol olacaq və bərabər olacaq maaşına 1400. Buradan da 10x bərabərdir 1400-dür. X də burada nəyə bərabərdir? Deməli 40-a. X-in qiyməti oldu 40. İndi isə keçək digər aya. Deməli bu yanvar idi. Qarışdırmışam, yazmışam yanvar. İndi fevralda isə deməli maaşı 1560-dır da, düzdür. Onda y sayda satarsa bu ayda, baxın 1000 manatın üzərinə gələcək y vurulsun 10-a da, yəni bonus 10 manat sayın vuracaq 10-a. Bərabərdir 1560. Buradan 10y bərabərdir 560. X də bərabər 56-ya. Onda 56 dənə fevralda satıb 10 dənə yanvarda. Fərqi yəni 16-dır. Deməli 16 ədəd çox satıb. Sonra keçirik 81-ə baxaq. Nömrə 81-də. Printer bir səhifə rəngi kağızı deməli 50 saniyəyə, bir səhifə ağ-qara kağızı isə 30 saniyəyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, yəni bunların neçəsi rəngidir? Baxın, burada belə deyək. Rəngini A olsun. Rəngsiz də ağ-qara da deyək. Da B olsun və birinci rəngi 50 saniyə vaxt gedir. İkinciyə nə qədər vaxt gedir? Deməli 30. Və bizə deyir ki 40 səhifə çap edilmişdir. Yəni bu A ilə B-nin cəmi nəyə verir bizə? 40-ı. Və bizə deyir ki yarım saat işləyəsə. Yəni yarım saat işləmək o deməkdir ki, yəni rənglərə sərf olunan vaxtla, bu rəngsizlərə belə ağ-qaraya sərf olunan vaxtın cəmi də deməli nədir? Bizə yarım saat, yəni yarım saatda indi dəqiqə çevirməkdir. Yəni 50A üstə gəlsin 30B bərabər olmalıdır 30 dəqiqəyə. 30 dəqiqədə nəyə bərabərdir? 1800 saniyə yazaq, 1800. İndi nə edirik? Birinci hər tərəfini 50-yə vursaq, 50A üstə gəlsin 50B bərabərdir 2000. Aşağıda da 50A üstə gəlsin 30B bərabərdir. Deməli, neçəyə bərabər olacaq? 1800-də. Bir dəqiqə, 50A. Hər tərəfi 50-yə vurdum da, düzdürmü? Aha, buradan da bunların fərqini tapsaq, yəni çıxanda 20B bərabərdir. Neçə olacaq burada? Deməli, 20B bərabər olacaq. Dəqiqə. 200-ə. B də bərabərdir 10-dur. B 10-dursa, onda B nə idi? Ağ-qara, onda digərdə 40 eləyəcək. Buradan isə mən diqqətimdən qaçdı. 40 səhifə çap edilmişdir. Yəni A ilə B-nin cəmi 40-dır. Hə, deməli B 10-dursa, daha doğrusu düz tapmışam. B 10-dur. Bir anda özümdən şübhə elədim. Ümumi sayda 40-dır. Onda A rəngləri tapmaq üçün nə edərik? 40-dan çıxarıb B-ni, o da eləyəcək 30. Səhifə rəngi olub. Sonra 82-yə baxaq. 82-də bizə nə deyir? Bizə deyir ki, çevrə xaricindəki A nöqtəsindən daha doğrusu çevrəyə AB toxunanı və AD kəsəni
çəkilmişdir. BAD bucağı 40 dərəcə 90 dərəcədir. AB kökəndə 5 santimetrdir. AC 1 santimetrdir və çevrənin radiusunu tapın. Burada nə edərik biz? Baxın. Birinci mərkəzdə mərkəzdə keçəcək qeyd edin. Bura kökətdə 5'dir. Burada 1'dir də, düzdürmü? İndi baxın. Toxunanla demək kəsənin xassəsi var idi. AB-nin kvadratı nəyə bərabərdir? AC vurulsun AD. Buradan da AB-nin kvadratı, yəni 5 bərabərdir 1 vurulsun. Burada x desək, x üzə gəlsin 1. Bu da aydındır ki, x bərabərdir buradan 4 olur. X 4 isə, baxın, nə edirik buradan sonra? Bu mərkəzdən CD vətənə bir hündürlük çəkilir. Və aydındır ki, hündürlük nə edir? Onu yarıya bölür. Yəni burada 2 olur, burada 2 olur. Və O ilə C-ni birləşdirsəm, radius əmələ gəlmir. Aha. Sonra fikir verin, bu perpendikülər olduğundan, yəni buna bir H desək, bura olsun. OH AB-yə burada perpendikülər, daha doğrusu paraleldir də. Ona görə burada kökətdə 5 olur və kökətdə 5, 2, burada R-dir də. R-in kvadratı nəyə bərabərdir? Bunların kvadratlardır. 5 üzə gəlsə 2-nin kvadratı 4. R-in kvadratı bərabər 9. R də bərabər burada 3'dür. Cavab oldu 3. Sonra keçək növbəti suala 83'ə baxaq. Bizə deyir ki 83'də dəqiq. Dənizin A və B nöqtələrində olan gəmilər AY və BD düz xəttlər üzrə hərəkət edirlər. DY 12'dir, BD 20 kilometrdir, AD 9 kilometr olursa trayektoriyaların C kəsişmə nöqtəsindən D məntəqəsinə qədər məsafəni tapın. Senin dedi bu arada bir düz xətt üzərindədir. Onu da qeyd edib. Baxın, burada nəyə diqqət yetirməliyik? DY, bura 12'dir. BD də yəni burada 20'dir, düzdür. Onda bu B'yin, daha sonra B'dir. B'yi nəyə bərabər? 3, 4, 5'in misilləridir. 3, 4, 5'in misilləri neçə misildir? Burada məsəl üçün 4 misil neçə? 12, 16, 20. Yəni ya da heç bunu gəlin heç yazmayaq. Tərəddüd içərisində qalasın ki, orada bunu necə. Sadəcə bura məsələn B-yə x desə, x-in kvadratı nəyə bərabərdir? 20'in kvadratı çıxılsın. Deməli 12'in kvadratı, yəni 8 vurulsun 32. Buradan da x nəyə bərabərdir? 16'ya. Bu 16'dır. Bura. Sonra bizə deyir ki, AD-də 9'dur. AD də 9. İndi burada sonra nə edərik? BD axı 20 olduğunu bilirik. Bura onu da biz x deyək. Yəni bu göylərlə yazın. Bura bir məsələn, bura bir CD-yə daha doğrusu x deyək. Burada 20 çıxılsın x olacaq da, düzdür. İndi buradan da baxın. Bunlar perpendikülər olduğundan buradakı bucaqla, yəni buradakı bucaq nədir? Həm də burada perpendikülər olduğundan AD ilə B'yi paralel düz xəttlərdir. Yəni buna paraleldir. Bu bucaqla bu bucaq eynidir. Həmçində bu bucaqla da bu bucaq nə olur? Eynidir. Ona görə 3 bucaq, baxın, A, D, C oxşardır. 3 bucaq deməli Y, B, C-yə. İndi hansı var? AD var. AD'nin YB'yə, yəni BY'yə nisbəti bərabərdir. CD, yəni DC fərqi yoxdur. Yəni CD'nin BC'yə nisbətinə bərabər olacaq. İndi buradan nəyə diqqət edək? AD. AD nəyə bərabərdir? 9. 9 bölünsün BY. 16 bərabərdir. Deməli, CD. CD nəyə bərabərdir? CD-nin deyə x, BC nəyə bərabər? 20 çıxılsın x-ə bərabərdir. Onda vursaq 180 çıxılsın 9x bərabər 16x-ə. Buradan deməli 25x bərabər 180-ə. X-i tapanda da 180-ə böləcəyik 25-ə. 5-ə böləndə bura 5, bura 36 qalır. 36'yı da 5'ə böləndə deməli 7 tam 10'da 2 idi. Cavabına görə də 7 tam 10'da 2. Sonra
Baxaq burada 84-ə. Deməli 84-də deyir ki, bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manat, gediş dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayin bu şirkətdən aldığı biletlərin sayı göstərilmişdir. Onlar hər iki növ biletdən ən azı bir ədəd aldılar. Əgər onlara ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayin aldığı tək istiqamətli biletlərin sayını tapın. Baxın, yəni burada deyir ki, bunların xərclədiyi məbləğ eynidir. Yəni bu tək istiqamətli alanla bunların aldığı qiymətlərin cəmi, yəni ümumi Nuraya bərabərdir. Nurayin də yəni bunları öz qiymətinə vurub toplayanda. Asif tək istiqamətli nə qədər alır? 18 çıxılsın x-də, düzdürmü? Onu vuracaq öz qiymətinə. Neçə idi? 150-yə. Üstə gəlinsin. Gediş-gəliş, yəni x-də vuracaq öz qiyməti 180-də. Bərabər olacaq. Nurayin də, yəni x üstə gəlinsin 4 nədir? Tək istiqamətli, yəni 150-yə. Üstə gəlinsin 15 çıxılsın x-də vuracaq 180-də. İki tərəfliyə. Hər tərəfi buradan bərabərsizliyin 30-a bölsəm nə qalacaq? 18 çıxılsın x vurulsun 5, üstə gəlinsin. Bunu böləndə 6x qalır, bərabərdir. Bunu böləndə x üstə gəlinsin 4 vurulsun 5, üstə gəlinsin. Bunu da böləndə 15 çıxılsın x vurulsun 6-dır. Sonra buranda 90 çıxılsın 5x üstə gəlinsin 6x bərabərdir. Bunu da buranda 5x üstə gəlinsin 20. Deməli, üstə gəlinsin. Deməli, 30 yox, 90 da alırız. 90 çıxılsın 6x. Buradan 90 üstə gəlsin x bərabərdir 110 çıxılsın x-a. Buradan da 2x bərabərdir 20. X-i də tapdıq. Niyə bərabərdir? 10-a. X-in də qiyməti elədir 10. Sonra keçək 85-ə və sonuncu suala. Deməli, deyir Aqil boş daxla birinci gün bir ədəd. Birinci gün. Deyir bir ədəd, yəni bir dənə 50 qəpik, 2 ədəd 20 qəpik və 3 ədəd də 10 qəpik nə etdi? Metal pul atdı. O növbəti günlərdə daxla atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən bir ədəd artırdı. Neçə gün sonra daxılda cəmi 48 manat pul olar. Baxın, burada görək, burada nə eləyəcək? 50 qəpik üstə gəlsin 2 dənə, deməli 50 üstə gəlsin 40, üstə gəlsin 30, yəni 120, bu da eləyəcək 1,2 manat. Düzdürmü? Bu 1,2 manatdır. İndi baxın, bu birinci gündür. Baxın, ikinci gün isə nə olacaq? Bunların sayı artacaq. İkinci gün 2 dənə 50 qəpik atacaq. Üçüncü, daha doğrusu 2 dənə 20 qəpik isə 3 dənə 20 qəpik atacaq. Və 4 dənə də 10 qəpik. İndi bunların cəmi neçə olacaq? 100 üstə gəlinsin 60, üstə gəlinsin 40 bərabərdir 200 qəpik, yəni 2 manat. İndi baxın, növbəti gündə indi fikir verək. İkinci gün nə qədər oldu? 2 manat. Birinci gün nə qədər? 0,8. Demək burada birinci gün, yəni burada həndəsə sizə əmələ gələcək. Ona görə birinci gün, yəni olan pulun miqdarı daxildir 1,2 manatdır. Və növbəti gündə, yəni ikinci gündə 80 qəpik atdı. Bu da yəqin silsilə fərqi olacaqdır. 0,8 manat. Aydındır. İndi bu şəkildə artacaq və bizdə neçə gün sonra 48 manat olacaq. Yəni bunları toplayanda, yəni ümumi 48 manat. Yəni bizə deyir ki, yəni SN 48-ə bərabərdir burada. Yəni SN-in də üstün nə idi? 2A1 üstə gəlsin n-1-dir, bölünsün 2 vurulsun n. SN yəni 48 bərabər 2A1 2 vurulsun 1,2 üstə gəlsin 0,8 vurulsun n-1 bölünsün 2 vurulsun n. Hər tərəf 2-yə bölsək 48 bərabərdir. Mötərizədə 1,2 üstə gəlinsin 0,4 vurulsun n-1 vurulsun n. Hər tərəf 10-a vursaq 480 bərabərdir 12 üstə gəlsin 4n-1 vurulsun n. Buradan da sonra sağ tərəfi mən qruplaşdırsam,
necə n vurulsun 12 üstə gəlsin 4n çıxılsın 4. Bu da nəyə bərabər? N vurulsun deməli 8 üstə gəlsin 4n. Bunu qruplaşdırdım, bu şəkildə oldu və buradan da 4-ü ortaq qrup kimi çıxarsam deməli 4n vurulsun n üstə gəlsin 2 bərabərdir. Niyə? Yəni qruplaşdırdım 480-ə. Və hər tərəfi 4-ə bölündə n vurulsun n plus 2-də bərabərdir 120. Aydındır ki, bu kvadrat təlimini əldə etmək bu n bərabərdir 10 olanda olur da. Ona görə cavab 10. Bu qədər oldu sualların həlli. Neçə dəqiqədir? 35 dəqiqə. Buraya qədər izləmişsinizsə kanala abunə olub bu videoya like atmağı unutmayın. Sağ olun.